Açdı ağzı, nə danışsan sən? Nə deməksən? Əldə bir sal aşağı. Nə demək? Salmıram, salmıram, nə deməksən? Sən saxla bir dəqiqə. Nə deyirsən? Nə deyirsən? Sözü bir də nə deyirsən? Könül və gül göndərirəm, biraz danışıram, eləyirəm. O könül də elə bilir ki, mən onun gizli fanatıyam. Yavaş, mən bundan... Üssüz də daha gizli fanat nədir? Allah kişi kimi çağırdıq sözümüzü. Allah yoxdur, aynı qulaq as da, bax. Danışacağım, biraz bağlanacaq mənə. Sonra atacağım gedəcək. Sən nətər 200 adamsan? 200-də? 200 düz istəyirsən. Mən 200-lük indi eləmirəm Kamal. Mən 200-lük o vaxt səndən ərimə xəyanət eləyəndə eləmişəm mən. Sən kimi namussuzla, şərəfsizlə. Əli. Nə danışsan Hasan? Sən qurban olanın bağışda pok yemişəm, Əli. Əli kimdir? Sən niyə buradasın? Nə? Cəmaatın arvadından içmisən? Əli kimdir? Əlinin arvadından içmisən sən? Bu nə şəkildir mənim evimdə çəkilib? Mən sənə xəyanət eləmək istəməmişəm. Nə demək istəmirsən? Göründüyü kimi deyil heç nə. Nətər göründüyü kimi deyil, yəni. Bu Kamaldır. Bu birisi də sənsən. Hə? Nətər göründüyü kimi deyil. Əslində Kamalın burnu balacadır, burada yekə düşüb, nə? Hə? Elə. Düzəltməmisiniz. Sən soldasan, o sağdadır əslində. Necə göründüyü kimi deyil? Ya dolamısan sən məni. Elə burası ola bilərəm. Başa sal. Şəkil yadında qaldı, yoxsa bir də göstər. Hı? Eli sən çox soyuq idin mənə. Sən mənə heç qayğı diqqət göstərmirdin. Sən Allah. İşdən gəlirdin, ancaq telefondaydın. Heç soruşmurdun ki, necəyəm. Heç demirdin ki, harasa gedə. Yəni çox soyuq idin, bir sözlə boşluğa düşdüm. Həmin anda Kamal ondan istifadə elədi. Aha. Onda Kamalın reklamı çıxdı televizorda. Əgər sizdə evinizdə soyuqdursa, mən sizi isidə bilərəm. Nə? Nə? Hə? Evə gəlib telefonla oynayırdın? Hə? Mən evə gələndə məndən soruşurdun, acsan, yemək yemisən, yorulmusan yoxsa yorulmamısan? Hə? Soruşurdun? Hə? Özüm deməmiş paltarımı ütülüyürdün. İndi mən oldum günahkar burada. Bir qadın kimi heç vaxt məni xoşbəxt eləməyə çalışmamısan. Həmişə mən çətinlik çəkmişəm. Hə, nə çətinlik çəkmisən sən? Ərim müharibədə idi, çörəksiz qalmışdın burada. Yoxsa nə? Fəhləli yeriyirdin, makyajıma pulumu çalışmırdı, ancaq çörəyi alıb gətirə bilirdim evə. Necə yəni qadın kimi? Yataqda səni qane eləməmişəm. Sus. Hə? Nə olub aramızda? Elə heç nə olmayıb, Allah haqqı heç nə olmayıb aramızda. Ancaq yazışmışıq, əli belə dəyməyib mənə. Ağzımı açdırma, əli dəyməyib. Göstər yazmalı. Səsim çatmır buralara. Göstər də yazışmamızı aç. Kamalla yazışmamızı göstər mənə. Darıxmışam sənin üçün. Bunu Kamal yazmayıb, bunu sən yazmışsan. Niyə darıxmışdın ki? Hə? Niyə darıxmışdın? Aç bunu. Deyirəm, aç bunu. Kaş yanımda olardı. Nə? Necə olacaqdı yanında? Yanında var da, bir tərəfində bir oğlan, sən bir tərəfində bir kişi. Hə? Necə yox? Gəl partladasın. Nədir bu öpüş? Hə? Mesaj yazanda yıxılmısan, dodağın dəyib pamadan çıxıb. Hə? Mən səni itirmək istəmirəm. Sən özü bitirmirsən, ay bədbax. Necə yəni səni itirmək istəmirəm? Elə dəyişən heç nə yoxdur, mən elə də səni çox sevirəm. Heç nə yoxdur, nəyə deyirsən? Nərgiz, heç nə yoxdur, nəyə deyirsən? Yazışmaq olar, amma cinsi əlaqə olmaz. Mən nəyəm, yarım peysərəm sənin üçün, nəyəm mən? Nə olur, sus, belə danışma, utanıram. Utanırsan? Utanırsan? Səndə utanan sifət var ki, ağlayırsan, gözündən su da gəlmir. Nədən utanırsan sən? Hə? Utanırsansa zəng elə gəlsin, bir yerdə danışın. Utanmayasın, ikiniz bir yerdə çıxarsınız səhnəyə, şov göstərərsiniz. Dava, götür telefonu zəng elə.
Götür telefonu Kamala zəng elə. Dur. Nə olur vurma. Mən sənə əl qaldırmışam burada. Cavab verə, mən sənə əl qaldırmışam. Hə? Belə artist deyirsən vurma. Götür zəng elə. Mən stol düzəldəcəm. İndi qonağımız gələcək, möhtərəm. Burada səhnə düzəldəcəm. Siz mənə şou göstərəcəksiniz. Mən də baxacağam. Götür zəng elə! Alo, Axşamınız xeyir, Kamil xanım. bəli, kim idi? Sizə çatdırılacaq bir bağlamamız var. Nə bağlaması? Hədiyyədir, həyətə çatıram, düşə bilərsiniz. Kim göndərib? Bilmirəm, mən sadəcə çatdırma xidmətiyəm. Baxın, mən heç kimdən hədiyyə gözləmirəm. Zəhmət olmasa onu geri götürün. Mən həyətinizdəyəm, xanım. Yaxşı, gözləyirəm. Salam, sizsiz? Salam, bəli. Bu sizə çatdırılmalı idi. Mən heç kimdən gül istəməmişəm, sağ olun. Xanım, bir dəqiqə gözünüz zəhmət olmasa. Mən sadəcə kuryerəm, bunu sizə çatdırmalıyam. Başa düşürəm, amma mən heç kimdən gül istəməmişəm axı. Bildim, neyniyə bilərəm mən? Mənə cərimədir bunu sizə verməsəm. Zəhmət olmasa gülü kimdən götürmüşsə ona da qaytarın. İndi necə eləyim? Gedim deyim ki, qız gül istəmədi. Elə də deyin. Yaxşı, necə məsləhətdir. Sağ olun. Sağ olun, xanım. Amma yaraşırsın, namusunda Allah. Qəşəng sizdən bloger ciddi çıxar. O şəxsiyyətsiz amma. Denən sözlü adam olmuşsan. Biz elə belə mən yazmışıq da elə belə. Cəmaatın arvadı ilə elə belə yazışmısınız. Yaxşı Kamal bəy, nə yazışmısınız? Hə? Hə? Nə yazışmısınız? Əli, mən izah elədim axı sənə, başa saldım necə olub söhbət. Bax, sənin mənim soyuq davrandığın anlarda o yanımda oldu, o qayğı diqqət göstərdi. Aha. Yəni, mən yenə aldandım onun üstü münasibətinə. Sən bildikdə sən şeysən, safsan, sən allanırsan. Mən səninlə danışmıram. Kim kimə birinci yazdı? Mən Sən halını soruşdum. halını soruşdun. Niyə? Yaxşıdır, hə. Sən də yazdın, yaxşıyam. Hə? Yazmadın, nə yazmışdın ki? Hə? Yaxşı deyildim, həmin an sən mənə çox soyuq münasibət göstərirdin. Mən yaxşı deyildim. Mən sənə deyirəm ki, o vaxtı buna nə yazmışdın? Bax, bu var ya, bu. Hə? Bu. Buna nə yazmışdın? Hə, yaxşıyam, tutaq ki, yaxşıyam. Sonra Kamal. Yaxşıdır. Sonra nə yazdın? Neyinirsən zət, hə? Əynində nə var yazmışsan, hə? Hı? Hə, Petuq. Yazmışsan? Əli, Qurandan da olsun. Sən ailə ekspertisən, sən nə girir bizim ailədə kim yaxşıdır, kim pisdir? Hə? Mən səni niyə el gizmi verişində görməmişəm? Əli. Ay Əli, Allah'ın da olsun. Qurandan da olsun, heç nə olmuyor aramızda. Ne olar inan bax. Bütün səmimiyyətimlə and içirəm, inan nə olar. Səmimiyyətinlə and içirsən? Sənin səmimiyyətini... Danış da, niyə soxmusan içi belə? Danış da, bu and işdir. Hə? Kısaca sizin vaxtınızı donduruq, sizin vaxtınız qutardı. Buyur. Kamal bəyə veririk sözü. 2 dəqiqə 8 saniyə vaxtı var. İndi biz biləcəyik, Kamal bəy də and içəcək, yoxsa kişi sözünə yəni. Nə danışım, hə, dedi də. Nə olmağını istəyirsən, nə deməyimi istəyirsən? Dedi də, dedi, yəni. Nə olmağını istəyirəm. Hə? Mən gəlib cəmaatın arvadına eşitsən ki, Əli kiməsə patxod edir. Gəlib mənə nə çıxardarsan, indi özün bərəkət edirsən. Sənin adını nə qoymayın? Hə? Yaxşı. O keçən dəfə deyəndə söhbət edirsən. Yaxşıdır. Bunun söhbətini edirsən mənə. Yaxşıdır. Hə? Buydu o. Buydu o. Hə? Hə? Əli. Mənim arvadımın tərəfini saxlayırdın mənə götürü. Hə? Götür. Nə eşidirəm, buyur. Eşidirəm də səni. Yaxşıdır Əli. Söz qaldırırsan sən mənim üstümə.
Danış, davay danış, davay, xoşum gəldi, davay. Ya nə olmaqsın, nə etmək istəyirsən? Əli mən hamiləyəm. Nə olar uşağımıza Yasmin gəlsin. Yalvarıram Elvi qanapulama. Nə olar bir qələt də eləmişik. Nə olar başıma dönün. Sənə lazımdır bu. Boşan gəlsin, heç kim sənə tez gözünə baxmayacaq. Əli mən hamiləyəm. Kamalın əli dəyməyibsə, Nərgizə bağışlayacağam mən də. Ay canım. Əsl görüş vaxtıdır. Eşitən, hara? Eşidirəm, Nərgiz, nə istəyirsən yenə? Nə qədər ki əl aşağıdadır, mən sözümü deməliyəm sənə. Sən bu nə oyun da açmısan mənim başıma? Mən səndən hamiləyəm. Yalandan Əliyə dedim ki, uşaq ondandır. Yoxsa bizim ikimizi də öldürəcəkdi burada. Səndən hamiləyəm nədir? Necəyəm məndən hamiləsən? Kamal, bu uşaq sənindir. Başa düşürsən sənin. Əli mənə toxunur ki, heç bizim aramızda nə olub bitdiyini sən daha yaxşı bilirsən. Sənin uşağındır nədir? Nərgiz, sən mənim başıma nə oyun açırsan? Onsuz Əli məni öldürmək istəyir. Bundan sonra mən bilmirəm, nə edəcəm? Sən nə etmək istəyirsən? Nə danışırsan sən? Kamal, mən nə etməliydim, hə? Nə etməyimi gözləyirsən o vəziyyətdə? İkimizin də qalımızı tökəcəkdi. Mən çıxış yolum yox idi, başqa çıxış yolum yox idi. Yox, mən başa düşürəm. Variantdır, mənə variant gəlsən, hə? Uşağı mənim üstümə atmaq istəyirsən. Mən hardan bilim o uşaq kimin uşağıdır? Nə gic-gic danışırsan? Ağzına gələn niyə danışırsan? Mən kiməm sənin üçün? Sən yaxşı bilirsən ki, mən sənə görə həyatımı məhv elədim. Sən özünü elə aparırsan ki, bir bayaq o söhbətdə sən orada yox idin. Mənə bəsdir bu qədər. Başa düşürsən, mən bundan sonra yoxam. Bu uşaq söhbətində zadında yoxam. O uşaq o sən özün bilərsən. Mənə qatma, xahiş edirəm. Onda əgər sən bu işdən uzaqsansa, mən Əliyə hər şeyi danışacağam. Mən danışacağam, uşağın atası sənsən. Onda Əliyə sən özün danışarsan. Danış, ged ürəyin nə istəyir danış Əliyə. Əli biləndən sonra, sənin iç üzünü ortaya çıxandan sonra mənə bıçaq dirəmişdi mənim boğazıma. O bıçaq sənə girəcək. Başa düşdün? Salam. Salam. Necəsən? Şükür. Sən necəsən? Mən də yaxşıyam. Nə olub? Gecə vaxtı. Təki xeyir olsun. Səninlə danışmaq istədiyim mövzular var. Bu dərəcədə vacib mövzulardır ki, gecə vaxtı evində oturmuşam. Hə də, danışmaq Kamal istədim. deyirdin, güllərə deyinir. Gecə evdən çıxanda deyirmin. Elə bəsdir də, indi Kamalın yeridir. Bugün mənə yenə güllər gəlmişdi. Möhtəşəm. Əla, təbrik edirəm səni. Buna görə çıxartmısan evdən məni. Elə bax, mən o gülləri götürməmişəm. Geri qaytardım. Halaldır. Bu vətən səndən qürur duyur. Əli, Nə? bax, mən çox fikirləşdim. Qərar verdim. Yaş gedir, ömür gedir. Yadında sən mənə demişdin, Nərgizlə boşansan mənlə evlənərsən. Bax, mən onu fikirləşdim.
İndi səninlə evlənmək istəyirəm. Yəni razıyam. Sevinmədin? Yox, sevindim. Niyə onda belə reaksiya verirsən? Bir sevinən oxşamırsan. Yox, bundan artıq necə sevindim? Həyatımda hər şey tərs gedən bir adama gecə vaxtı gəlib xoş xəbər verirlər. Evet. Necə reaksiya gözləyirsən? Tullanı düşün. Yox, yox. Yox, zarafatsız. Bəsdir də. Gecə vaxtı zarafatın yeridir. Bax, mən səndən çox ciddiyəm. Açıq danışacağam səninlə. Mən səni gələcək həyatımda istəyirəm. Əgər bir yerdə olacaqsa, məni aldatma. Mənə heç vaxt yalan danışma. Mən kimisə aldatdığımı görmüsən. Yox. Səni də aldatmaram. Yaxşı. Qucaqlaşaq. Davay danış da oğlum. Kukla kimi üzvə baxmağa gəlmişəm elə. Vid faslının olsa deyəsən dəyər yarı. Həli, səni gözləyirəm. Çağırmışdım eve. Hansını? Kamal deyirsən, hə? Hə. Aha. Qoydum qabağıma, işte, ikisini də 30 vurdum. Dedim danışın. Ne danışacağım vəbşə? Bilmirəm, nə danışarlar o vəziyyətdə. Eləyən o, poxu yeyən də deməz ki, onsuz da eləyirəm. And içdilər, andaman elədilər ki, yazışmışıq. Aramızda işte onu. Qurana zıdan işte. Sən də inandın. İnandığı söhbəti də öyle. Adamın boğazına bıçaq dirəmişdim. Yəni, yalan danışası da vəziyyət deyil. Amma Sağını qalır, xəstə sənsən. Özünün o gün deyirsən ki, Allah getdim, Samir deyən də elədi, sağ ol, Samir vaxtıdır, gözlə sözümü deyim də. Hə, danış da. Yadımdan çıxdı nə deyə. Boğazına bıçaq dirəyən adam yalan danışmaz da, amma bu o qədər. Amma nə bilim, cəmaatın arvadına girişən adam da, nə bilim, o vəziyyətdə də. Profesional cındırdı da. O danış da ürəyim çəkildi, tez elə. Aşağı. Hı. Mən ata olacam. Məzələn sənsən. Nəzərəm mənim, yox, nə gizamım yox. Ne yiyeceksin indi? Vəziyyət get-gedə qarışır abi. Amma nə edəcəm? Gör, biz neçə ildir uşaq əsasındayıq. Bax hələ bax. Bir qardaş kimi deyəm, bax sən nə inəsən, bax. Nə qərar versən, mən həmişə sənin yanındayım. Bir dost kimi, qardaş kimi həmişə arxandayım. Nə qərar verim səncə? Peysər çıxım götürüm bunu özümə ki, prosta yazışır. Yoxsa nə edeyim, soxum gedim içəri, O kimi özün bilərsən. Boşanım yoxsa kayf eləsinlər ikisini. Bax sən səhv də eləsən, düz də eləsən. Bax, hər qərar onun arxasındayım. Amma mən deyirəm, bilmirəm də nə etmək lazımdır. Mən də bilmirəm, o vəziyyət get-gedə çətinləşib. Pox-poxa qarışıb, Başqa nə olmuş? Bir də bu könül də. Lən saxlar var. Könül məsələsini danışmır. Bax. Çox başqadır yoxum könül məsələsi. Amma mən buna gül göndərmirdim əvvəl. Gül göndərdim. Yox, bir nə deyəm də Allah, qoy sözümü. Mən də sözümü qurtarım da sən can. Sən bir eşit də mən sənə nə demək istəyirəm. Sən lazım deyil, o könül məsələsini sən danışma. Könül məsələsini mən danışıram hocam. Bax, mən buna gül göndərdim, elib. Başqa şey deyirəm də, qoy bir dənə. Diyan da, bir dəqiq diyan da. Diyanmışam. İndi imkan ver mən danışım. Bax, könül gül göndərirdim, eləyirdim. Əvvəllə qisas almaq üçün fikirləşirdim də. Valla hocam, gedib beynimi hoppala bilirsin. Kim olur? Könül ola bildim beynimi hoppub, yəni bütün günahımı fikirləşirəm. Beynimə hoppub nə demək? Bütün günahımı fikirləşirəm, nə deyirəm? Vurulmuşam ya qıza, deyəsən. Bizə normal vurulmuşam ona. Bu nə?
Bax, bir dəqiqə Qoy dayan. Bax, bir dəqiqə dayan. Yolunda bir dəqiqə lazım. Mumla bir dənə Bayaqki vəziyyət, bax, bayaqki söhbətdə mən sənə nə dedim? Deməli, nə qərar versən, hansı vəziyyətdə, nə edirsən elə, mən sənin arxanda dayanmışam, yanında dayanmışam, bütün qərarları hörmət edirəm deməli. Sağ ol. İndi canın çıxacaq, eynisini sən mənə eləyəcəksən. Neyniyəcəm? Bax, mən könlünə demirəm ki, könlünə vurulmuşam. Bax, gecən könlünə asılacağam, danışacağam hər şeyi, deyəcəm səndən xoşum gəlir. Sən də mənə dəstəkləyəcəksən. Bu gün sənin borcundur. Olar mən də sözümü deyim. Danışdım qurtardım. Hə, danışdım, qurtardım. Olar indi mən də söz. Yox, mən söhbəti bağla. Yəni könüldən danışsansa bağla. Yəni başqa şey eləsənsə, pajalost. Get nə pox yeyirsən. Sağ ol. Yandı. Sağ ol. Eləyəcəm. Özün kömür. Çox tez etmədim ki. Yox. Sən axşam məni niyə çağırmısan ki, nə olub? Sənə bir şey deməliyəm. Nə deməlisən? Güllərini qəbul eləmədim. Nə güllər? Sənə güllər mən göndərirdim də. Niyə? Çünki sənə yaxın olmaq istəmişdim. Sən dəlisən? Dostumun bacısı ilə nə fikirləşirdin ki sən? Bu nə hərəkətdir, başa düşmürəm. Könül, mən səndən xoşum gəlir. Mən sənin haqqında ciddi fikirləşirəm. Rəşad, sən axmaqsan? Ya məni axmaq yerinə qoymusan? Nə danışırsan ha? Niyə? Nə olub ki? Mənim sevdiyim var, güya bilmirsən kimdir? Kim? Onu gedib ən yaxın dostundan soruşarsan. Özdə mənə evlənmə təklif eləyib. Mənim yaxın dostum Əlidir. Əli də evlidir. Yoldaşı tezə hamilədir. Əli də boşanmağa fikirləşmir ki, gəlir kiminləsə ailə qursun. Sən dəqiq əldən danışırsan, ha? Dəqiq dayan. Yoldaşı hamilədir? Ha. Nərgiz hamilədir. Nərgiz hamilədir. Nərgiz kimdən hamilədir ki? Necə yəni kimdən hamilədir? Kimdən hamilə olacaq? Ərindən hamilədir. Nə gizli danışırsan, sən? Ağzıma gələni danışmıram. Kamerada gördüyümü deyirəm. Nəyi görmüsən kamerada? Mən evdə olmayanda Nərgizin bizim evə gəldiyini görmüşəm də. Kamal'la bir yerdə olublar. Başa düşmədim. Deməli Kamal'la Nərgiz münasibətdə olub və sən bunu bilirdin. Bilmirdim, şübhələnirdim. Amma indi dəqiq bilirəm. Əli divanda yatırsa, Nərgiz kimdən hamilə olmalıdır ki? Kamal'dan olacaq da. Ki bilsən nə var? Nərgiz fahişədir. Kamal da oğraşın biridir. Sənin də ondan geri qalan yanın yoxdur ki. Dostumun bacısına göz dikmirsən də. Sən dost qədri bilən zibil deyilsən. Deməli sən Əli ilə Bu rəsm Barbara çəkirsən burada, Mən bilmirəm, hə Könül. Mən bilmirəm dost qədrini. Bilmirsən də, bilmirsən. Mən sənə də göstərəcəm. Sən o qardaşın Kamalı göstərəcəm ki, Göstərərsən. görün, əsl dost qədri necə olur. Görərsən. Yaxşı görərəm. Hazır olun. Nəsən ki, bu saat. Danışma da danışma. Salam əleykum. Başın xarabdır, nə edirsən, hə? Hə. Bilmirsən nə edirəm? Nəysə, nə operasyon? Ha sən nə edirsən? Ya sən nə edirsən? Cəmaət ol, nə olur? Ha mən göstəriş vermə. Mən bilirəm səsimin tonunu nə edirəm. Hə, özü elə aparsan ki, mən baxmısan ki, mən nə bilirəm, nə bilmirəm. Sakit ol, başa düşsən. Ha mən göstəriş vermə, əli sal aşağı. Sakit ol deyirəm, hə? Ha sən evli olacaq könüllü evlilik təklif eləmisən? Sakit ol bir dənə. Cəmaət var. Sakit ol. Əlini Hə, sakitəm mən, sən sözü dinə. Əlvi çək. Hə, danış. Yaşad. Bilirsən ki, sən o əlvi qatlayaram. Soxaram bir yerivə də, bir dənə sakit ol. Könüldür sən məsələn? Hə, könüldür. Könüldür. Hə, könüldür. Bayaq danışacaqdım da, qoydun ki. Ha, nə vaxt danışacaqdın? Nə vaxt danışacaqdın? Hə, nə vaxt danışacaqdın? Eləmə də, bu gic hərəkətləri eləmə də. Hə, könül mən sındırına sonra danışacaqdın, yoxsa Qulaq as. özüm hər şey biləndən sonra danışacaqdın? Qulaq as bir dənə, qulaq as. Hə, danış, qulaq Sakit asıram ol. sənə. Bayaq kafedə könlünün adını çəkdim. Sırası qızışdın ki, sevirəm, nə bilim, nə edirəm. Mən könüllə təklifi bu
bu Kamal məsələsini biləndən sonra eləmişəm. Hı. Qıcamadı işi və əsəbləşirəm. Onda hər şey başqa cür idi. Mən bilmirdim Nərgiz hamilədir. Dünyada xəbərin yoxdur ya. Pox qoyub ağzlaya sən nə ya? Xəbərin yoxdur ya sən heç nədən. Kim pox qoyub yavaş danış. Sıçıblar ağzlaya sən nə? Nə danışırsan yavaş danış. Kim pox qoyub mənim ağzıma? Rəşad nə danışırsan? Ay heç nədən xəbərin yoxdur. Yatmısan sən fil qulağında. Ay nə danışırsan, nə gülürsən? Ayda. Mən sənə dərdimi danışıram. Deyirəm ki, bilmirdim onda Nərgiz hamilədir. Bu da sonradan gəldi ki, mən qəbul edirəm. İndi mən poxdayam, bilmirəm bu poxdan necə çıxmaq lazımdır. Mən çıxartdım sənin vəziyyətini. Başa düşdün ha? Sən bu vəziyyətdən mən çıxartacağam səni. Sal əlini aşağı. Sal deyirəm əlini göstəriş vermə. aşağı. Mən vəziyyətdən çıxar. Sənə deyirəm ki, adam kimi vəziyyət budur. Hə. Yaxşı dost olsaydın qulaq asardın. İndi mən bilmirəm buradan necə çıxmaq lazımdır. Sən heç nəyə qarışma. Mən səni özüm vəziyyətdən çıxardacağam. Kim sıçıb mənim ağzıma nə danışırsan sonra? Belə heç nədən xəbərin yox deyə bilər. Heç nədən xəbərin yoxsa. Слушай, Макс, насчет села эти закрытых. Hə, kön. Sən də divanda yatırsan, düzdür? Nə? Deyirəm ki, divanda yatırsan da, Hə, divanda yatıram, nə olur ki? Onda Nərgiz kimdən hamilədir? Kravatdan? Sən nə söhbətdir bu sən eləyirsən? Sən nə fikirləşirdin? Həmişə hamıya yalan danışıb özünü doğrulda biləcəyini, hamını aldada biləcəyini, yəni. Özün dedin axı divanda yatırsan. Bəs Nərgiz hamilədir? Gözlə səni yığıram. Nədir? Arvadın yanında da danışa bilirsən. Yığıram səni, kön. Sən alçağın bir... Rəşad bıçaq zad nədir? Sən neynirsən? Nə olub sənə? Nə olub Kamal, hə? Nə olub? Mən sənin dostum bilirdim. Sən cındırın biriymişsən. Mən sənin kimi dostum yoxdur. Oğlum bir də salas. Mən nə danışsan sən? Getmisən Nərgizə hamilə qoymusan, sən arsa-arsa danışsan ki, heç nə xəbərim yoxdur. Heç nə eləməmsən sən. Sən Nə mən salmısan? Nə mən salmısan? Sal aşağı, sakit. Nə deyirsən söz dinə. Nədir, hə? Dinə. Nə deyim mən sənə? Mən sənə deyəcəm nə? Mən sənə deyəcəm nə dinə? Mən sənə deyəcəm nə dinə? Bu dəqiqə bax Kamal, bu dəqiqə girsən əlin yanına. Bu dəqiqə girsən əlin yanına hər şey etiraf edirsən. Nəyə etiraf edəcəm? Deyirsən ki, uşaq məndəndir. Deyirsən ki, Nərgizi mən hamilə qoymuşam. Bax Kamal, bu gün bu iş qurtarmaz ha. Bu gün gəlib hər şey ələ etməsən. Gəlib səni tapacağam Kamal. Vallahi gəlib səni tapacağam. Sənin üçün yaxşı qurtarmayacaq vallahi. Necə gedim deyim? Sənin başın xarab oldu. Sən dəlisən. Hamilə qoyanda yaxşı idi. Onda asan idi, hə? Demək eləmək. Necə gələmsən, hər şey var. Hər şey boynuma alırsan deyəsən. Gəlsən hamısını əlgə deyirsən. Kamal, özün bu dəqiqə gəlsən hamısını əlgə etiraf edirsən. Bu dəqiqə gəlsən hamısını əlgə danışırsan. Başa düşdün? Başa düşdüm. Sakitləş, başa düşdüm. Götür telefonu yığ əlgə çağır gəlsin bura. Eşidirəm səni, kön. Əli, o uşaq kimdəndir? Necə yəni uşaq kimdəndir? Nə ağzıva gələn danışsan sən? Bilmirəm Əli. Mən evdə olmayanda kameradan görmüşəm ki, bizə gəlib gedir. Kim sizə gəlir? Nə danışırsan? Nə əsəblərimdən oyursan? Sən mənə de. Mən də sənə yalan danışıram. Yalan danışırsan. Ümumiyyətlə başa düşmürəm nə danışırsan. Hardan çıxdı bu söhbət? Nə demək istəyirsən? Mən heç nə demirəm sənə Əli. Burası soruşuram da. Nə soruşursan da? De görüm, nə soruşursan? Başa düşmürəm axı. Sənin ağlına nə gəldi ki, belə əsəbləşdin? Ha, əsəbləşərəm də, zəng eləyirsən, söz deyirsən, demirsən nə, bilmirəm, nə, söz atırsan, susursan, dilini soxursan qarnıva, denən, sözümü denən. Sən mənə deyirsən ki, danışma, amma özün də çox yaxşı bilirsən ki, mən düz deyirəm də. Ha, nəyi düz deyirsən, nəyi düz deyirsən özümdən çıxarırsan, denən də, bu poxu. O gün mənim üzümə baxıb sənlə evlənərəm deyən adam, indi arvadının namusunu qoruya-qoruya divanda yatır, hə? Sənə Allah rəhmət eləsin, Əli. Nə deyirsən? Götür telefonu. dənə. Götür telefonu bu dəqiqə yığ əlgə. Yığıram. Götür yığ əlgə gəlsin bura. Yığıram. Gözləyirəm. Yığıram. Tez elə. Yığıram da bir dəqiqə deyəm. Sağa aşağı sıx yığıram. Gözləyirəm. Əli, sən. Bu nə də? Görmüsən də. Siz dostsuz, siz bir-birinizə bıçaq çıxarsınız, başınız xarab. Hələ sən Allah yetirdir.
Niyə elədin? Belə lazım idi. Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm er zulme saadet görmedim ki görmedim. Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm er zulme saadet görmedim ki görmedim. Hər gün daha çox tarıma çəkilir həyat bağlarım. Çətinə düşməmiş görünmür heç kimin üç üzü və daha çox dəyər.